Sağlam qidallanan bir insanın gündəlik enerji ehtiyacını, yəni gündəlik enerji tələbatı vardı. Ödəmək üçün yağı, zülalı, bir də karbohidratların maksimum miqdarının nisbəti verilibdir. Yəni maksimum miqdar burada göstərilibdir. Gəlin bax görək bunlar hansı maddədir. Ən çox olan bilirik ki, karbohidratdır. Yəni zeti tapdıq ki, biz nədir? Karbohidratdır. Və bunun gündəlik tələbatı bilirik ki, 380-500 qram olurdu. 380-500 qramdır. Ən az olan 85 qram zülaldır. Yəni bunun zülal olduğunu bilirik. Çünki Y zülaldır. X-i tayin etsək də yağdır. Bilirik ki, yağda 80-100 qramı bərabərdir. Miqdarını yazaq. 100 qram idi gündəlik tələbatımız. Yaxşı, biz burada maksimum miqdarı deyibdir və biz burada düzgün cavabları deyir tap. Yəni doğru cavabları müəyyən edin deyir. Baxaq görək, doğru cavab hansıdır? 1 qram X maddəsi tam parçalandıqda ayrılan enerji eyni miqdarda, yəni 1 qram Z maddəsinin tam parçalanması aynı enerjidən çoxdur. Bax görək, X maddəsi bilirik ki, yağdır və yağın parçalanmasından ayrılan enerji 38,9 kilojouldur 1 qramda. Karbohidratda isə 17,6 kilojoul olur və zülalın eynidir. Ona görə də birinci cavabımız düzdür, doğru cavabdır. İkinci, Y maddəsinin monomeri amin turşulardır. Baxaq, Y maddəsi nə idi? Zülaldır. Bəli, bu zülalın monomeri amin turşu olacaqdır. İkinci də düzgündür. Deməli, doğru cavab olaraq götürdük biz bunu. Birinci, ikinci doğrudur. Z maddəsinin tərkibinə gliserin yağ turşuları daxildir. Z maddəsinin tərkibi Z karbohidratdır. Xeyr, o glukoz olacaqdır və gliserin yağ turşusu deyil. X duru və ya bərk halda olan polimer maddədir. Bu da polimer birləşmə deyil. Ona görə də düzgün cavab 1 və 2 olacaq.